Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bugün sizlərlə astrologiyada bir çox insanın maraq göstərdiyi mövzulardan biri haqqında danışacağıq. Söhbət uzun ömürlü və ahəngdar münasibətlər qura bilən bürc uyğunluqlarından gedir. Qeyd elək ki, astrologiya elmi baxımdan sübut olunmuş bir sahə hesab edilmir və burada qeyd olunan məlumatlar əyləncə və maraq məqsədi daşıyır. Hər bir münasibətin uğuru insanların bir-birinə olan hörməti, etibarı, anlayışı və sevgisindən asılıdır. Bəzi insanlar inanırlar ki, müəyyən bürclər bir-biri ilə daha rahat anlaşır və münasibətlərini daha uzun müddət qoruyub saxlaya bilirlər. Gəlin astrologiyada uyğun hesab edilən bəzi bürc cütlüklərinə nəzər salaq. Qoç və şir bürcü astrologiyada ən enerjili cütlüklərdən biri hesab olunur. Hər iki tərəf güclü xarakterə malikdir və həyatı dolğun yaşamağı sevir. Onlar yeni macəralardan zövq alır. Daim irəli getməyə çalışırlar və bir-birlərinə motivasiya verməyi bacarırlar. Bu cütlükdə tərəflərin bir-birinin güclü xarakterinə hörmət etməsi çox vacibdir. Əgər onlar rəqabəti kənara qoyaraq birlikdə hərəkət etməyi bacarsalar, münasibətləri uzun illər davam edə bilər. Onların enerjisi və həyata baxışı münasibətləri daim canlı saxlayan amillərdən hesab olunur. Növbəti uyğun cütlüklərdən biri buğa və qız bürcüdür. Bu bürclər sakitliyi, sabitliyi və planlı həyatı sevirlər. Onlar emosiyalarını hər zaman yüksək səslə ifadə etməsələr də qayğı və diqqətlərini davranışları ilə göstərirlər. Bu münasibətdə qarşılıqlı etimad və hörmət əsas yer tutur. Buğa və qız bürcü birlikdə rahat ailə mühiti yaratmağa çalışır. Onlar böyük mübahisələrdə uzaq olmaq üstünlük verir və problemləri sakit şəkildə həll etməyə çalışırlar. Məhz bu xüsusiyyətlər onların münasibətlərini möhkəmləndirən amillər sırasında göstərilir. Əkizlər və tərəzi bürcü isə ünsiyyət baxımından bir-birini tamamlayan cütlüklərdən sayılır. Hər iki bürc söhbət etməyi, yeni fikirlər paylaşmağı və müxtəlif mövzular ətrafında müzakirələr aparmağı sevir. Onlar birlikdə vaxt keçirməkdən yorulmurlar. Həyatın müxtəlif sahələrində bir-birlərinə dəstək olmağa çalışırlar. Bu cütlük üçün qarşılıqlı anlaşma və fikir mübadiləsi münasibətin əsas dayaqlarından hesab olunur. Onların münasibətlərində darıxmaq ehtimalının az olduğu deyilir. Xərçəng və balıqlar bürcü astrologiyada ən emosional cütlüklərdən biri kimi tanınır. Onlar hisslərini dərindən yaşayır və qarşı tərəfin emosiyalarını anlamağa çalışırlar. Bu münasibətdə sevgi, qayğı və mənəvi yaxınlıq xüsusi yer tutur. Hər iki tərəf bir-birinə dayaq olmağa çalışır və çətin anlarda dəstək verməyi vacib hesab edir. Bunların münasibətlərində emosional bağlılıq çox güclü olur. Lakin həddindən artıq həssaslıq bəzən müəyyən çətinliklər yarada bilər. Buna baxmayaraq qarşılıqlı anlayış olduqda bu birlik uzun müddət davam edə bilər. Əqrəb və Oğlaq bürcü isə ciddi və məsuliyyətli münasibətlər qurmağa meyilli hesab olunur. Onlar hisslərini hər zaman açıq göstərməsələr də münasibətə böyük dəyər verirlər. Bu cütlük üçün etibar və sədaqət olduqca vacibdir. Əqrəb və Oğlaq qarşılarına çıxan çətinlikləri birlikdə sinə gərməyə çalışırlar. Onlar münasibəti qorumaq üçün səbir göstərir və problemlərin həlli üzərində işləməyi bacarırlar. Məhz buna görə astrologiyada bu birlik ən davamlı cütlüklərdən biri kimi təqdim olunur.